Salam, əziz müəllimlər və MİQ imtahanına hazırlaşan dəyərli həmkarlar. Mən Vüsalə Qacar. Bilirəm, hazırda MİQ hazırlığı dövründəsiniz, stres, gərginlik var. Xüsusilə də o qəliz, uzun ssenari tipli sualları görəndə adam biraz narahat olur. Amma heç narahat olmayın. Bugün mən bir metodistimi sizinləyəm və bu qısa izahımızda kurikulumun ən çox sual gələn mövzularından birini inteqrasiya ilə darmadağın edəcək ki, inanın o uzun ssenarilər imtahanda sizin üçün sadəcə saniyəlik iş olacaq. Söz verirəm, bu izahı bitirdikdən sonra inteqrasiya sualları imtahanda ən sevdiyiniz və asan hal gətirən mövzuya çevriləcək. Başlayaq. Deməli, planımız belədir. Çox vaxtınızı almadan qısaca nələrə toxunacağıq. Birinci, inteqrasiyanın əsas mahiyyətinə baxacağıq, sonra fəndaxili, yəni şaquli və üfüqi məsələsi, ardınca fənlər arası əlaqələr, daha sonra fənnüstü səviyyə və ən sonda da sizə MİQ üçün xüsusi bir qızıl qayda verəcəyim ki, o heç vaxt yanılmır. Gedək. Birinci hissə inteqrasiyanın əsas mahiyyəti. Gəlin ümumiyyətlə təməldən başlayaq. Yəqin ki, hamımız bilirik, inteqrasiya sadəcə fənləri süni şəkildə bir-birinə qatmaq deyil. Əslində bu, məzmunu pərakəndə faktlar yığını kimi deyil, bir-birini tamamlayan, ortaq ideyalar ətrafında birləşən bütöv bir mənzərə kimi şagirdə çatdırmaqdır. Düşünün, uşaqlara hər şeyi qutu-qutu, bir-birindən xəbərsiz şəkildə öyrətsək, o biliklər havada qalacaq və heç vaxt tətbiq olunmayacaq. İnteqrasiya, necə deyərlər, öyrənməni mənalı edən, o bilikləri bir-birinə bağlayan sehirli bir yapışqan rolunu oynayır. İnteqrasiyanı gözünüzün önündə iç-içə keçmiş və getdikcə genişlənən halqalar kimi təsəvvür edin. Bax, bu sizin əsas vizual şparqalkanız olsun. Ən kiçik halqa sadəcə bir fənnin öz daxilindəki əlaqədir, düzdürmü? Bu, fən daxili adlanır. Biraz genişlənirik, fərqli fənlər görüşməyə başlayır. Bu artıq olur fənlər arası və ən böyük halqa, hansı ki məktəbin divarlarını aşıb birbaşa real həyata çıxır, bax bu da fənnüstü inteqrasiyadır. İndi isə keçək ikinci hissəyə, yəni o dediyimiz ən kiçik daxili halqaya, fəndaxili inteqrasiyaya, özdə şaquli və üfüqi olmaqla. Baxın, imtahanda bu şaquli və üfüqi məsələsini qarışdırmamaq çox kritikdir. Gəlin sadələşdirək. Şaquli yuxarıdan aşağıya və ya əksinə gedən bir xəttdir. Yəni, məzmun xətti eynidir, amma siniflər üzrə getdikcə çətinləşir. Keçən il öyrəndiyini bugündən bağlayırsan. Üfüqi isə adından da göründüyü kimi düz xəttdir. Yəni, tamamilə eyni tədris ilində, eyni sinifdə baş verir. Burada sadəcə eyni fənnin fərqli bölmələrini, məzmun xəttlərini bir-biri ilə paralelləşdiririk. Vəssalam, fərq budur. Gəlin bunu konkret bir riyaziyyat nümunəsi üzərindən tətbiq edək. Təsəvvür edin, şagirdə belə bir tapşırıq verirsiniz. Gəl, 524-dən 187-ni çıx və aldığın cavabı toplama əməli ilə yoxla. İndi baxın, şagird çıxmanı bugün edir, amma yoxlamaq üçün nədən istifadə edir? Bəli, yuxarı yox, aşağı siniflərdə öyrəndiyi o sadə toplama bacarığından. Yəni, keçmiş bilik yeni bacarığı dəstəkləyir. Təbii ki, bu, şaquli inteqrasiyanın ən mükəmməl nümunəsidir. Üçüncü hissəmiz, fənlər arası inteqrasiya, yəni fənlərin görüşməsi. Burada vəziyyət biraz böyüyür. Fənlər arası inteqrasiyada biz hər hansı bir problemi və ya mövzunu tam anlamaq üçün ən azı iki fənnin əməkdaşlığına ehtiyac duyuruq. Məsələn, deyək ki, tarixi bir hadisəni anlamaq üçün bizə coğrafiya lazımdır, yaxud biologiyadakı bir prosesi hesablamaq üçün kimya. Məqsədimiz şagirdə eyni problemə fərqli pəncərələrdən baxmağı öyrətməkdir. Məsələn, gəlin ekranınızdakı bu sual situasiyasına diqqət edək. Ssenaridə deyilir ki, müəllim şagirdlərə qədim yaşayış məskənlərinin xəritəsini təqdim edir və çay vadilərinin, düzənliklərin qədim sivilizasiyaların formalaşmasına necə təsir etdiyini izah etmələrini istəyir. Bir anlıq düşünün, çay vadiləri və düzənliklər bu hara aiddir? Sırf coğrafiyaya. Bəs qədim sivilizasiyaların formalaşması? Bu isə tarix fənnidir. Şagird əgər coğrafi mühiti təhlil edərək tarixi bir inkişafı izah edirsə, heç düşünmədən deyirik ki, bu bir mənalı olaraq fənlər arası inteqrasiyadır. Dördüncü hissəmiz, gəldik çıxdıq o ən böyük halqaya, fənnüstü, yəni həyatla əlaqəyə. Dostlar, ən həlledici, ən yüksək mərhələ budur. Bir senaridə görsəniz ki, şagird məktəbdən, dərslikdən kənara çıxıb, cəmiyyət üçün bir fayda verir. Gündəlik həyatında qarşılaşdığı aktual bir problemi həll etməyə çalışır. İstər ekologiya olsun, istər şəxsi büdcənin idarə olunması. Əgər proses həyatın içinə keçibsə, bu mütləq fənnüstü inteqrasiyadır. Çünki biz burada sadəcə fən bacarığını deyil, sırf həyatı bacarığı ölçürük. Bu sual çox gözəl bir nümunədir. Bura diqqət kəsilin. Sualda deyilir ki, son günlər şagirdlər dərsdə tez yorulur, nəfəs darlığı yaşayır və diqqəti cəmləyə bilmirlər. Müəllim isə bu problemi həll etmək üçün onlara sağlam həyat tərzi və fiziki aktivliklə bağlı şəxsi bir rejim hazırlamağı tapşırır.
Fikir verin, müəllim onlardan kitabdakı hansısa tərifi əzbərləməyi istəmir. Müəllim istəyir ki, onlar həyatlarında olan real bir problemi, yorğunluğu aradan qaldırsınlar və özlərinə bir sağlam həyat rejimi yaratsınlar. Deməli, dərslik bitdi, həyat başladı. Cavab əlbəttə ki, fənn-üstü inteqrasiyadır. İndi isə 5-ci hissə, uzun müddətdir gözlədiyiniz o MİQ üçün qızıl qayda, əsas imtahan sirri gəlir. MİQ imtahanında vaxtınız təbii ki, çox qızıldır. İmtahanda o uzun bir ssenarini oxuyanda heç vaxt təşvişə düşməyin. Sadəcə bir saniyə dayanın, sualın elə sonuncu cümləsinə baxın və özünüzə bircə dənə, amma son dərəcə kritik bir sual verin. O sual nədir bilirsiniz? Sualınız tam olaraq bu olmalıdır. Mən hazırda bu şagirddə hansı bacarığı formalaşdırıram? Baxın, sizin xilaskar formulumuz budur. Bunu bir yerə qeyd edin. Özünüzdən soruşun. Əgər mənim formalaşdırdığım bacarıq sırf dərslikdə olan məktəbdə ölçülə bilən bir fənn bacarığıdırsa, deməli cavab mütləq ya fənn daxilidir, ya da fənlər arası. Yox, əgər görsəniz ki, şagird evdə, küçədə, real həyatda bir problemi həll etmək üçün hərəkətə keçir, yəni siz onda bir həyati bacarıq formalaşdırırsınızsa, dərhal heç tərəddüd etmədən fənüstü variantını işarələyin. İnanın mənə bu qayda 100% işləyir. Yekunlaşdırarkən sürətli bir xülasə edək. Fənn daxili bunu sadəcə bir evdə gəzmək kimi düşünün. Şagulidə mərtəbələri qalxa bilərsiniz, üfüqüdə isə eyni mərtəbədə otaqları gəzirsiniz. Fənlər arası artıq qonşu evlərlə əlaqə qurmaqdır. Fənnüstü isə ümumiyyətlə evdən çıxıb bütün şəhərin, cəmiyyətin probleminə qarışmaqdır və ən əsası fənn bacarığına qarşı həyati bacarıq qızıl qaydasını daim cibinizdə saxlayın. Əziz və dəyərli müəllimlər, bununla da inteqrasiya mövzusunu tam fərqli, sistemli şəkildə həll etdik. Əminəm ki, imtahanda bu tipli ssenarilər qarşınıza çıxanda sadəcə bu qaydaları xatırlayıb cavabı gözü bağlı tapacaqsınız. Özünüzə inanın, siz bunu mütləq bacaracaqsınız. Uğurlar! İndi isə yekun olaraq sizə bir sual vermək istəyirəm. Öz dərslərinizdə ən çox hansı inteqrasiya növündən istifadə edirsiniz və bunu necə edə bilərsiniz ki, gələcəkdə onu fənnüstü, yəni o ən yüksək həyati səviyyəyə qaldırasınız? Bu barədə mütləq düşünün. Hələlik!